2021-in Hyundai Elantrası gəldi. Cəmsi $1800 start qiymətlə. Bəli, doğru eşitdiniz. Avtomax bugün də sizi təəccübləndirməyə davam edir. Zədəsini mən sizə indi videonun irəliləyən saniyələrində göstərəcəm. Onu deyim ki, bax belə sərfəli avtomobillərdən xəbərdar olmaq üçün bizim WhatsApp qrupumuza üzv ola bilərsiniz. WhatsApp qrupuna üzv olmaq üçün isə 055 834 3405 nömrəmizə məni WhatsApp qrupuna qoş yazmağınız kifayət edir. Bir daha qeyd edirəm 055 834 3405. Avtomobilimizə baxırıq. Dodge mühərrikdir, sadə, yəni Dodge bilirsiniz də, GDI-dir, 4 silindiri, sadə motordur. Kaputun ağırlığına bax, maşallah olsun. Baxırıq avtomobilimizin bu tərəfində hər şey qaydasındadır. Yəni zərəsi yoxdur. Bir dənə uc hissədə cüzi bir iş var, kosmetik işi var. Baxırıq salonuna, sürücü airbag atmayıb, sərnişin airbag da atmayıb. Avtomat korobkadır. Burada hər şey öz qaydasındadır. Damında əzik batıq yoxdur. Heç bir əzik batıq müşahidə olunmur dam hissəsində. Arxa tərəfə də baxırıq. Burada da hər şey qaydasındadır. Görürsünüz, burada da qaydasındadır. Bir dənə burada təkərin üstündə bax belə bir dəmir çişi var, batıq var. Bir də bax bu hissə qapı dəyişməlidir təbii ki. Qapı da burada heç neçə yerə, yəni taxıb göndərmək olur. Başqa hər hansı bir ağır bir zədəsi yoxdur və çox münasib qiymətə təklif olunur. Bax siz də belə münasib qiymətli olan avtomobillərdən zamanında, vaxtında xəbərdar olmaq üçün bizim 055 834 3405 qaynar xəttimizə yazıb WhatsApp qrupumuza qoşula bilərsiniz. Bu avtomobil də sizə hərracda iştirak edib ala bilərik. 75.000 millədir. 2021 modeldir. 1K 2020 çıxacaq. Amma model olaraq 2021, yəni təzə modellərdəndir. Taksiyə də yararlıdır, şəxsi sürməyə də yararlıdır. Görürsünüz ki, bütün airbaglar da hamısı yerindədir. Buyurun, müraciətlərinizi gözləyək.